Bütün izləyiciləri salamlayıram. İstəyirəm ki, işğal dövründə şahid olduğum hadisə haqqında, bir hadisə haqqında yenə sizə məlumat verəm. 92-ci ilin may ayında bildiyiniz kimi Laçın işğal olunmuşdu. Kələbəzər istiqamətində Laçının ərazilərimizin 80%-ə qədəri azad idi, bizim nəzarətimizdə idi. Azər müəllimi deməli 92-ci ilin iyun ayının əvvəllərində icra hakimiyyətinə başçı təyinlədilər. Azər müəllim də məni özünə birinci müavin təyinlədi. Birinci vəzifəmiz o oldu ki, miting keçirdik müxtəlif yerlərdə və Laçınlıların hərbiyə səfərbərliyi ilə bağlı. Və Ağcabədidə bankın qarşısında, parkda bir miting oldu. Yaşlı nəsildən orada iştirak edənlər yəqin unutmazlar. Həmin mitingdə iki adamın çıxışı mənim heç vaxt yadımdan çıxmaz. Biri bəy kameranında, Allah rəhmət eləsin, onun haqqında ayrıca çəkmişəm. Videoya mənim kanallarımda baxa bilərsiniz. İkincisi də Vaqif müəllimidir. Vaqif müəllim Quliyev məktəb direktoru idi. Azər müəllim səhv eləmirəmsə Ərdəşəvi və yaxud da Təzəkət məktəbinin direktoru idi. Azər müəllim Məmmədov Laçının hərbi komissarı vəzifəsini təklif elədi ki, Laçının çünki o hərbi işini çox yaxşı bilirdi, çox aktiv adam idi Vaqif müəllim. Vaqif müəllim qəti etiraz elədi və həmin mitingdə bəy kamerandan onlar çıxış elədilər və dedi ki, mən gedirəm Laçında döyüşməyə. Və getdi Laçına, Laçında bütün döyüşlərdə qəhrəmancasına iştirak elədi və sonra da döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Ərləri, sizin də bildiyiniz kimi bir çox bizim qəhrəmanlarımız var, adları hələ heç harada yoxdur, bilinmir. Məsələn, Vaqif müəllimin mən o titulu almayan, milli qəhrəman titulunu almayan milli qəhrəman hesab edirəm. Həqiqətən də o qəhrəman idi, o heç vaxt tanıyanların qəlbindən çıxmaz. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qəhrəman qazilərimizi qorusun. Allah dövlətimizi əbədiyyən var eləsin. Allah qətiyyətli Ali Baş Komandanı qorusun ki, bugün biz yurdumuzda, azad yurdumuzda yaşayırıq. Ən böyük arzumuz bu dəqiqə odur ki, Laçınlılar yurda qayıtsınlar, evləri bərpa olunsun, tez tikilsin və Laçının kəndli, şəhərli əhali gəlsin, öz doğma yurtlarında yaşasınlar. Biz əgər Kəlbəcərin sərhədindən Laçının sərhədinə keçəndə çox çətinliklərimiz olub, amma buna baxmayaraq, gördüyümüz döyüşçülər ona igidliklə sinə gəliblər. Onu da sizə deyim ki, elə olub ki, bir dənə vızvodla 30 nəfərindən 50 dənə, 60 dənə ermənilərlə qarşılaşmış, erməni bayırlıqlarıyla. Amma onlar bizlə 20 dəqiqə, 30 dəqiqə döyüşməyə belə